Gecə-gecə bir dənə kupçalı, münasib qiymətə ev sizə təqdim edirəm. Ev. Belə əsl yaşayalası, əsl kişi evi. 2 onda 6 sotda inşallah 4 otaq. Bütün böyrü başı hamısı da açıq. Həyət hissəsi. Həyətin qıraqlarına geçən ayda həşdir. Burada ancaq bir terası var. Haradadır? Düz. Yine asılıqda məktəbin, bir də məscidin tam yanında. Burada balaca teras hissəsi var oturmaya. Mətbaxa buradan da giriş var. Kafir olan yerlər hamısı tam olaraq istifol. Gəlir, birinci keçir mətbaxaya gəlir. Bu mətbaxdır, mətbax hissəsi. Mətbaxdan terasa çıxış, mətbaxın çift pəncərəsi, üstünün işıqlandırılması, spotları, üstünün, burada sankarla samizir. Ama ikisi bir arada genişdir. Bunların da aksesuarları, boylu verqəzə, üstü patlisini oy. Burada yataq otağı, bu qonaq otağı boyladır. Yataq otağı, işıqları zanı, hamısı da qəşin, hamısı bahalı materialdan çəkəklər, işıqlarını istifadə olunur. Diğer bir yataq otağı, bu yataq otağı da boyladır. Yani böyüdür, kvadrat burası genişdir. Üstünün gizli ışıqları, taxt başının ışıqları. Bura bunun detiskisidir. Bazen 3 yarımın 4 yarım böyle detiskidir taşdır. Pəncərlər hamısı da cifdir. Ancaq qəmət çəkbəsinə kimi hamısı da qoyulur. Keçid aldıq evimizin qonaq otağı. Qonaq otağı adama bəh-bəh, gəl deyir. Qonaq otağı bugünkü adama gəl deyir. Bu şeydir. Qapınındır. Twistin yeri camısı. Twistin yeri baxılır üstündə. Kondisioner yeri də qoyulur burada. Razıqda bu çətirəmsi bahalı materiallardan da ideal tikili, ideal təmir olunur. Betonun kimi var. Bu hissələr radiator üçündür nəzərdə. O hissələrdə tam istif olur. Evin stat qiyməti 145.000 manat, 216 sotdadır. Və ev 292 nömrəli məktəbin, bir də ki, məscidin tam yanıdır. Koroğluya gedən marşrut 100 metrliyindən keçir. Yəni bu qədər yaxınlar bundan keçir. Kameralar da qaydasındadır. Kategoryada yarar. Reallı olsa 145.000 qiymət, stat qiymət. Ondan da indirim olacaq. Bizi izlədiyiniz üçün təşəkkür ederim.